Son zamanlar dünyanın müxtəlif bölgələrindən müşahidə olunan qarşıdurmalar, beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur. Bu mənada ölkələrimizin ərazisindən keçən Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır. Nəhəng regional layihələrin icrasına mane olmaq məqsədi daşıyan xarici müdaxilə və sabitliyi pozma cəhdləri də xüsusi qeyd edilməlidir. Məhz buna görə xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi həyati zərurətə çevrilmişdir. Təhlükəsizlik orqanlarının beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin dayanıqlı və etibarlı fəaliyyətinin təmin edilməsində həlledici rolu vardır. Qurumlarımız arasında beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıq üzrə məlumat mübadiləsi üçün iki tərəfli və çox tərəfli formatlarda əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.